2022-ci ildə Sumqayıt şəhəri 29 nömrəli tam orta məktəbi bitirmişəm. Həmin məktəbdə peşə təməli siniflərdə aşpaz köməkçisi və dərzi köməkçisi ixtisaslarını bitirmişəm. Uşaq vaxtlarında evdə valideynlərimə baxa-baxa, yəni yemək pişirməyə həvəsim artdı. Peşə təməli siniflərdə oxuyan zaman təcrübə səfərlərinə gedirdik. Burada yəni aşpazlarla tanış olduq, mətbəxlə tanış olduq. Yəni yeməkləri, yəni yeni yeməklər öyrənirdik, hazırlama qaydası. 2025-ci ildə Qızılşah yarışmasında junior tim olaraq ikinci yerə çıxmışıq restoranlar arasında və həmin il World School yarışında, World School Azərbaycan yarışında aşpazlıq üzrə birinci yerə layiq görülmüşəm və bu ildə 2026-cı il Qızılşah yarışında senior tim olaraq üçüncü yerə layiq görülmüşük. Mən baş şəhərində Helmi restoranında işləyirəm. Burada junior şef vəzifəsində çalışıram. 1 ilə 6 aydır mən bu restoranda fəaliyyət göstərirəm. Peşə təməli siniflərdə qutaran zaman, yəni bildim ki, yəni aşpazlığı davam etdirmək istəyirəm, yəni bu sənəti sevirəm. Bunu axıra kimi davam etdirəcəm və bu mənə böyük rol oldu ki, yəni böyük nailiyyətlər qazandım, uğur qazandım aşpazlıq üzrə, yarışlara, müsabiqələrə qatıldım.